Aparıcı olmaq üçün mənə elə gəlir ki, əvvəla peşənin incəliklərinə yiyələnməlisən. Burada da ikinci sual yaranır, peşənin incəlikləri nədir? Peşənin incəlikləri təbii ki, Azərbaycan dilində danışmağı bacarmalısan. İkinci bir məsələ, mövzuları hazırlaşmağı bacarmalısan. İntellektual səviyyən, eyni zamanda mövzulara yanaşman. Bütün bunlar bir aparıcı üçün vacib elementlərdən biridir. İkinci bir məsələ isə talk-show formatının bir özəlliyi var. Mövzunu davam etdirə bilmə bacarığıdır düşünürəm. Amma bir məsələ də var ki, tamaşaçı yalnız aparıcını görür. Amma bir layihə ərsəyə gələndə bu təkcə aparıcıdan ibarət olmur. Bunun pərdə arxası qəhrəmanları da var. Bu bir komanda işidir. Bu redaktorun, müxbirin, layihə rəhbərinin, prodüserinin, operatorunun, rejissorunun işidir. Əgər bir aparıcı efirdə keyfiyyətli bir məhsul qoya bilirsə, qeyd elədiyim kimi bu bir komanda işidir və komanda işi, komanda sağlam olanda, komanda peşəkar olanda aparıcı da efirdə həm peşəkar görünür, həm doğru yerdə görünür, həm də layihə də özünü yaxşı tərəfdən göstərməyi bacarır, keyfiyyətli bir iş ortaya qoymağı bacarır, peşəkar bir layihəyə çevrilməyi bacarır.